بسم الله الرحمن الرحیم. سلام عرض می کنم. رسیدیم به تمرین دوم فصل 3. در این تمرین میگه جرم خودرویی به همراه رانندش 840 کیلوگرم است. تندی خودرو در دو نقطه از مسیرش روی شکل زیر داده شده است. تغییرات انرژی جنبشی خودرو یعنی دلتا کا را بین این دو نقطه حساب بکنیم. خب ما میایم می نویسیم دلتا کا مساوی کا دو منهای کا یک. دلتا کا برابر 1/2 ام برای هر دو یکیه دیگه. وی دو به توان دو منهای 1/2 ام وی یک به توان مساوی از 1/2 ام فاکتور میگیریم وی دو به توان دو منهای وی یک به توان دو 1/2 ام 840 وی دو 25 متر بر ثانیه 25 به توان دو منهای وی یک 18 متر بر ثانیه 18 به توان دو. خب می نویسیم 1/2 840 میشه 420 25 به توان دو 625 منهای 18 به توان دو میشه 324 و نتیجتاً میشه 126,420 جول. Bismillahirrahmanirrahim. Salam arz edirəm sizlərə. Yetişdik ikinci təmrinə, 3-cü fəslin ikinci təmrininə. Bu təmrində deyir ki, bir nəfər maşınla ağırlıqları 840 kiloqramdır. Bunların iki nöqtədə sürətləri verilib. Deyir ki, kinetik enerjilərinin ixtilafı bu iki nöqtədə neçədir? Kinetik biz də gələk kinetik enerjinin formulunu yazaq. Delta K bərabərdir K2 minhay K1. Delta K bərabərdir 1/2-yə M V2 2 qüvvəsinə minhay 1/2-yə M V1 ikinci qüvvəsinə müsavidir. Faktor alaq 1/2-yə M. Bu ikisində də bərabərdir. V2 2-yə minhay V1 ikinci qüvvəsinə. Yaxud 1/2-yə M 840-dır. İkinci sürət 25 metr bər saniyədir. İkinci qüvvəsinə minhay. Birinci sürət 18 metr saniyədir. İkinci qüvvəsi. 840-ı 2 yerə bölsək olar 420. 25-i ikinci qüvvəsinə yetirsək olar 625 minhay. 18-i ikinci qüvvəsinə yetirsək
24 olar. Bunları bir-birindən çıxıb 420-yə vursaq, olar 126.420 jul.